Əziz həmvətənlilər, bugün tariximizin şərəfli sədnaməsinə çevrilmiş Azərbaycan Cumhuriyyətinin 75-ci il dönümü tamam olur. Düz 75 il bundan əvvəl may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi elan etməklə Azərbaycan xalqının təkcə şərəfini və namusunu deyil, onun məhv olmaq təhlükəsi ilə qarşılaşmış fiziki mövcudluğunu da xilas etdi. Azərbaycan Cumhuriyyəti 19-cu yüzilliyin sonundan başlanan, 20-ci yüzilliyin əvvəllərində genişlənən milli azadlıq və milli demokratik hərəkatın bilavasitə nəticəsi idi. Beşiyi başında Zərdabinin, Əli bəy Hüseynzadənin, Ağaoğlunun, Topçubaşovun və digərlərinin durduğu milliyyətçi hərəkat Azərbaycan Cumhuriyyətini doğurdu. Bir sözlə, bugün olduğu kimi, o dövrdə də Azərbaycan xalqı öz azadlığını və istiqlaliyyətini öz mübarizəsi ilə aldı. Əziz həmvətənlilər, 2 il tarix üçün o qədər də böyük zaman deyildi. Lakin bu 2 ildə Azərbaycan Cumhuriyyətinin gördüyü işlərin miqyası, əhəmiyyəti və mənası Azərbaycan xalqının həyatında olduqca böyük hadisədir. 28 mayda müstəqilliyini elan etməklə Azərbaycan xalqı ilk növbədə itirilmiş dövlətçiliyini bərpa etdi və 20-ci yüzillik üçün səciyyəvi olan milli dövlət quruculuğuna başladı. Bugün əsrimizin sonunda müstəqil dövlətimizin olması üçün biz Azərbaycan Cumhuriyyətini yaradanlara, ilk respublikaçı dövlətimizi quranlara borcluyuq. Onlar öz böyük əməlləri ilə vahid millət, vahid dövlət ideyasını reallaşdıra bildilər. Azərbaycan xalqının demokratik dövlət qurmaq qabiliyyətinə malik olduğunu nümayiş etdirdilər. Qurduqları dövlətə xalqın qəlbində dərin bir məhəbbət və bu məhəbbətdən doğan milli bir iftixar hissi oyada bildilər. Böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi Azərbaycan xalqı demokratiyaya söykənən elə bir cumhuriyyət nümunəsi yaratmışdı ki, öz mahiyyəti və məzmununa görə belə bir cumhuriyyət nəinki şərqdə, heç Avropada da yox idi. Əziz həmvətənlilər, Azərbaycan Cumhuriyyəti dövlət atributlarının, milli rəmzlərin yaradılması, məktəb və mədəniyyətin tərəqqisi baxımından dəyərli işlər gördü. Dövrün bütün çətinliklərinə baxmayaraq, daxili və xarici siyasətdə uğurlu addımlar attı. Çağdaş zamanımızda olduğu kimi o zamanda Rusiya imperatorluğu dağılanda Azərbaycan xalqı silahsız, ordusuz və müdafiəsiz qalmışdı. Bolşevik erməni talanlarından milləti xilas etmək üçün milli ordunun yaradılması Azərbaycan Cumhuriyyətinin ən böyük xidməti hesab edilməlidir. Məhz düzgün müəyyənləşdirilən diplomatik addımlar, qısa vaxta formalaşdırılan güclü nizami ordu 1909-cu ildə Qarabağda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə imkan verdi. Dəyərli yurttaşlarım, ilk Cumhuriyyətimizin yaradıcılarının vətən sevgisi, millət qayğısı bugün hamımız üçün örnək olan mənəvi etik normalardır. O zaman bizim istiqlalımızı məhv edən Rusiyanın özündə də bugün mütərəqqi proseslər gedir. Bugünkü Rusiya demokratiyaya üz tutmuş, sivilizasiyalı dünya sisteminə daxil olmaq uğrunda olduqca çətin, ağırlı, acılı bir yola qədəm qoymuşdur. İndi artıq Rusiya siyasi dairələrində imperiya sisteminin uğursuzluğunu, onun bərpasının qeyri-mümkünlüyünü qəbul edən realist bir siyasi mühit formalaşmaqdadır. Müasir dövrdə Rusiyada gedən proseslərdə demokratik meyillərin imperiya pərəst təfəkkürdən üstün olduğu özünü göstərir. Biz demokratik Rusiyaya inanırıq, onunla hər cür iki tərəfli əməkdaşlığa hazırıq. Əziz həmvətənlər, böyük çətinliklər bahasına babalarımız özləri dediyi kimi yoxdan bir dövlət yaratdılar. Bir istiqlal bayrağı ucatdılar. Bugün həmin dövlətin olanını qorumaq, olmayanını yaratmaq bizim üzərimizə düşür. Başladığımız yeni dövlət quruculuğu prosesi heç də asan yol deyil. Bu çətin yolda sizə, bütün Azərbaycan xalqına uğurlar diləyirəm. Diqqətinizə görə sağ olun.